Bəs yaxşı, burada belə bir sual çıxır ki ortaya. Biz uşağı savadlı müəllimimin yanına qoymalıyıq. Savadlı nəzərdə tutum, yəni çox bilən, olsun ki, məktəbdə MİQ nəticəsi yüksəkdir, sertifikasiya nəticəsi yüksəkdir. Məktəb müəllimlərindən söhbət gedir ya da kənarda hazırlıq keçən müəllimlər. Hansı müəllimin yanına qoymaq? Daha çox biliyi olan müəllimmi, yoxsa yaxşı dərs keçməyi bacaran müəllimmi? Bu seçim olaraq hansı uşaq üçün daha uğurlu olar? Təbii ki, ikisi birində olsa lap yaxşı olar, lap gözəl olar. Öncəlik bunu təklif edərəm ki, müəllim həm çox biliyə sahib olsun, həm də yaxşı dərs keçmək qabiliyyəti olsun. Amma təəssüf ki, bu göstərici az hallarda üst-üstə düşür. Həm müəllim özü yaxşı bilir, həm də yaxşı öyrədə bilir. Çünki biliklə müəllimin dərs keçməsi tamamilə fərqli anlamlardır. Ona görə də savadlı müəllim yoxsa yaxşı dərs keçən müəllim desəz, mənim düşüncəm uşağa keçdiyi dərsi özü yaxşı bilən müəllimin yanına qoymaq lazımdır uşağa. İstər məktəbdə olsun, istərsə də kənarda. Yəni müəllimin lazım olandan artıq bilməsi onun özünə lazımdır. Əgər uşağa öyrədə bilmirsə, keçə bilmirsə, o biliyin heç bir əhəmiyyəti olmur. Yəni özünə xeyri var, təbii ki, MİQ nəticəsi yüksək olacaq, sertifikasiya nəticəsi yüksək olacaq, amma sinifin əgər nəticəsinə bu özündə olan qədər yüksək təsir etmirsə, o bilik yəni nə valideynə lazımdır, nə də ki, belə deyək, məktəbə, kursa və yaxud da evdə təhsilə lazım olmuş olur. Ona görə biliyini uşağa yaxşı çatdıra bilən müəllimin yanına hazırlığa qoymaq lazımdır uşağı. Əsas təbii ki, mən burada anlama çətinliyi olan uşaqlardan danışıram, fokusum oradadır ki, günümüzdə də bu proses çoxdur, yəni bu problemlə biz tez-tez rastlaşa bilirik. Ona görə tövsiyəm sizə bildiyini yaxşı öyrədən müəllim seçin uşağımız üçün ki, uşağın dərs nəticəsi yüksək olmuş olsun. İnşallah növbəti videolarımızda görüşərik. Hələlik.